işləyəcəyik. Amma deməli, keçən dəfə danışdığımız kimi e-commerce bir sayt yazırıq API-də. İndi birinci ilk olaraq şey eləyək, entity-lərimizi bildirək görüm hansı entity-lərimiz olacaq. Belə eləyək. E-commerce isə nəyinsə satış olacaq. Satışdırsa. Gəlin birinci bu data access deyirdik də, bir dənə qovluq yaradaq. Adını qoyaq, context qovluq. Context. Bir dənə qovluq yaradaq. Sonra keçək Core-a. Core-da da bir dənə qovluq yaradaq. Bir dəqiqə. Core girdi. Core-da da bir dənə qovluq yaradaq. Adını qoyaq, belə deyək, entities. Belə deyək, bir dənə qovluq yaradaq. Sonra klasslarımıza keçək. Birinci. Base entity adında bir dənə class yaradaq. Base klassımız. Hansı ki burada bizim ID'miz olacaq. Base entity. Public eləyək. Bunu public eləyək. Base entity içində mən çox vaxt belə deyirəm. Yazıram public int id. Bir də şey yazıram. Public datetime created time get set bərabər datetime-la. Belə bir şey saxlayıram. Sonra keçək başqa digər klasslar yaratmağa. Ümumiyyətlə e-commerce isə birinci gəlin bir dənə product klassı yaradaq. Product. Bir dənə kateqoriya klassı yaradaq. Kateqori. Bir dənə şey yaradaq. Məsələn belə bir şey yaradaq. Necə eləyək onu? Reklam klassı yaradaq, yoxsa slide klassı yaradaq. Saytlarda slide kimi keçirək belə bir reklamlar. Slide yazaq elə adını. Yazaq slide klassı. Slide klassı. Başqa nə olsun? Kateqori var, product var, slide var. Başqa nə olsun? Başqa nə olsun? Kontakt ola bilər. Kontakt da yazmaq olar, hə, bəli, kontakt olar. Bir dənə də kontakt klassı yaradaq. Bir dənə də kontakt klassı yaradaq. Aha. Hələ ki bunlarla davam eləyək, sonra inkar etdirə bilərik ki, onsuz da. Keçək birinci bu kateqoriyadan başlayaq. Yazaq public class kateqori. Kateqori birincisi base-entity-dən gəlsin, miras alsın. Base-entity-dən miras alsın. Kateqoriya adı olsun bəssə, başqa neyini başqa heç bir şey lazım deyil. Public string name. Public string name. Productda. Biraz burada çox şey olsun. Neyniyək? Gəlsin bu bu da base-entitydən miras alsın. Base-entity. Sonra yazaq bura birinci şey. Public string name. Bunun name olsun, açıqlaması olsun. Sonra qiymət olsun. Public string yox. Belə eləyək. Int price olsun. Price. Sonra neyniyək? Nə yazaq? Sonra nə yazmaq olar? Productda. Adı olsun, hər şəkil olsun. Public string image bu yerə. Şəkil olsun. Count ola bilər. Count olsun məsələn. Public int count. Count olsun. Sonra nə olsun? Sonra nə olsun? Fikirləşək. Sonra nə ola bilər? Hələ ki bunlar bəsdir məncə yoxsa? Kateqori aid olacaq, yoxsa yox? Yox, kateqoriyanı saxlayacağam burada. O heç. Burası product'a uyğun bir şeylər deyirəm. Hə, aydın. Başqa nə ola bilər görəsən? Nəysə bir dənə bu şey deyək. Public kateqori keçir. Public int kateqori id keçir. Bu belə deyək. Yeni böyük yazaq.
Kategori ID geçecek. Kategoride içinde şey saxlayaq. Yazaq ki, bura public I collection yazaq product 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 geçecek. Kontakta da nə olsun? Kontakta public eləyək. Bunu da, bu da Basent'dən miras alsın. Basent'idir. Miras alsın. Kontakta da olsun. Olsun belə eləyək. Public string full name olsun. Ne? Mail olsun. Bir de şey olsun. Public string subject olsun. Subject olsun. Belə eləyək. Sonra böyle yazaq. Böyle bir şey olsun. Sonra product da hazır. Kategori contact da hazır. Basent de hazır. Aha. Sonra ise bu bunların repositoryası. Generic repositoryləri. Ümumiyyətlə generic repository nədir? Bunu izləyeyim. Deməli, repository pattern bizə onu verir ki, məsələn, keçən dəfə mən sizə dedim ki, biz UC SQL ilə olan bütün işləri, SQL ilə olan bütün işləri gəlib data access layer icra eləyəcəyik. Bizim bu business logicdə, nə bilim, sonra bu birisi API'nin öz proyektində, ana proyektində biz SQL-ə müraciət eləməyəcəyik də, SQL-ə müraciəti ancaq biz data access layer eləyəcəyik. Gələk onda, gələk onda. Belə bir şey eləyək. Bunu silin, bunu da lazım deyil bizə. Bunu silin. Gələk belə bir şey eləyək. Bura bir dənə folder əlavə eləyək. Adını qoyaq. Repository. 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 Aha. Sizə keçək. Bunun içində biz şeylər yaradaq. Interfacelərimizi yaradaq. Yazaq ki, bura birinci I generic repository. I generic repository. Bunu belə eləyim. Public eləyim. Bir dənə burada bunu da şey yaradaq. Class yaradaq. Birinci burada. Bunu add eləyim buradan şey. Class. Qoyaq adını şey olsun. Məsələn, nə olsun? API, DB context. Belə bir şey eləyək. DB context. Belə bir şey adlandıraq. Adlandıraq. Şöyle bunu public eləyək. Public eləyək. Sonra keçək biz həmən o şeyləri yükləməyə. Fcore yazaq. Aha. Microsoft Entity Framework Core. Bunun hamısını basıram mən. Bunun içərisində. 8.17 yükləyə ki, hamısı eyni olsun. Accept eləyək. Ne oldu? Neyse bunu tools'u yükləyə. Tools. Ne oldu? Yeni ilişkin aksa. Sizə də belə olur bu, yoxsa tez yüklənir? Məndə biraz gecikir. Neyse. Tools'u da yükləyək. Accept elə. SQL serverdə yükləyək.
Bu da işlensin. Mənim rekord gedir düzdür. Bəli, bəli. Nəysə, yəqin ki, yüklənər bu. Mən elə fikirləşirəm. Bir dənə baxaq. DB. Aha, bu da yükləndi. İndi bu eləyək, bunu silək, bu lazım deyil. Silək, boş yer tutmasın. Aha, yazar indi. DB setlərimizi bildirək. Public. Yox, birinci bu nə deyim? Bir dəqiqə. Camera. Options'ı. Konstruktörümüz açar. Sıra yazın bura public. DB set. Şimdi olsun product. Sonra product getir. Public. DB set. Category. Categories. Public. DB set. Sonra ne vardı? Kontak vardı da. Kontakt. 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 Bir de slide yazmadık ha biz burada. Entity. Slide kalsaydı için düzeltmeliydik. Biz onu düzelttik. Public area. Public. Base. Entity. Sonra gələk burada yazaq ki, public. Slide'ın bir adı olsun. Public string. Title yazacağım aklımda. Title. Bir de şey olsun. Public string. Açıklaması olsun hatta. Description. 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 Bir de şey olsun. Catcher olsun. Public eee, string image böyle. Aha. Her yerine context kavramına. Yani burada context dedi. Public dbset slide sketchet. Bir de şey diye deliver override olmadı creative. Mhm. Bunu yazdık. Sonra ne var? Headset. Bir dənə gələk bu da bildirək də proqram CS'imizdə. Bunu bağlayaq. Proqram CS gələk burada. Bir dənə bu dizayn paketi də düşək bura. Dizayn da düşək. Yüklənib baxaysan bu. Yüklənmək bax. Nə oldu görsən? Bu yüklənmədi görsən. Nəysə buradan baxayım. Proqram CS keç. Builder service. Burada yazaq ki bunu. Yazaq ki bura. Builder. Nöqtə. Service. Nöqtə. Add db context. db
Context. DB kontekstimiz adı API. Eee DB context. Sonra. Öteden açaq. Yazaq opt. Öteden açaq yazaq opt. Yazaq ki opt nöqtə use SQL server nöqtə get connection string yox. Mörtədə açaq. Builder nöqtə configuration sonra da nöqtə get connection string. Get connection string burada nöqtədə satıb alacaq. Sen yazaq ki şey yazaq ms sql nöqtə vericimizi burada qoyaq. Burada qoyaq. Всё. İndi bu Abstract JSON mən girib GitHub-dan kopyalayacağam. Onu yazmağa vaxtım yoxdur mənim. Sən girib buradan kopyalayaq. Всё. Bu hazır. Sonra gələk bu IGN repository məsələsinə baxaq. IGN repository. Dediyim kimi IGN repository nədir? Baxın, görürsünüz ki, mən burada bir əslində bu mən interfeys eləməliyəm. Bu mən niyə class eləmişəm? Interfeys. Bu interfeys olmalıdır. Ümumiyyətlə interfeys sizin də izah etmək üçün ki, interfeys nədir? Onsuz ki, əvvəlki dərslərimizdən də bildiyimizə görə interfeys müqavilədir ki, müqavilədə bizə onu bildirir ki, biz burada bu həmən yazdığımız klassların üstündə hansı işlər görəcək, bunu bildirir bizə. İndi nə edirik? Yazaq. Bunun generik olması üçün də belə yadımıza gəlir, listlərdə yazırdıq T. Yazırıq V-yə T, yenə də eyni şəkildə və qoşu nöqtə bizim hansı klassımızdan gəldi? Base entity-dən gəldi. Çünki hamısı oradan minus alır. New belə. Base entity-dən gəldi, hamısı oradan minus alır. Və gəlirik bunun içində biz öz metodlarımızı yazırıq. Öz metodlarımızı yazırıq. Birinci. Ən birinci metodumuz olsun get metodu. Get metodu bizə nə işe yarayır? Onu da deyim. Biz SQL-də olan bütün datalarımızı get eləmək üçün get metodundan istifadə edirik. Bunun üçün də yazırıq ki, bura iCreable SQL-ə getmək üçün yazdığımız ifadələrdir. Yazaq bura T, yenə eyni şəkildə T, get all, get all. Mötərizəni açaq, bağlayaq. Nöqtə vericimizi qoyaq, bu qədər. iCreable T get all. Sonra task yazaq. İkinci olsun get by ID yazsın. Get by ID nədir? Məsələn biz update yazanda həmişə gördünüz ki, yazırdıq ki, bizə ID-dən ID gəlir, sonra update eləyirik. Biz get by ID metodu ilə eləyəcəyik update söhbətini. Gəlib bura yazıram ki, belə yazaq, belə olsun get by ID async. Int ID. Всё. Sonra keçək gateway. Gateway nədir? Gateway odur ki, məsələn mən hər hansı bir filtr falan, nə bilim, hər hansı bir şərtə görə axtarış eləmək istəyirəm. Məsələn, ada görə axtarış və yaxud da ki, ID-yə görə axtarış və yaxud da ki, ümumiyyətlə məsələn filtr eləmək istəyirəm saytda, qiyməti yazacağam, qiymət aralığını falan falan belə şeylər yazacağam. Burada da mən gateway metodu, mənim kömək metodu. Yenə yazıram bu SQL-ə gedib yoxladığına görə yazıram ki, iCreable T bu generikdir deyə. T, T. Sonra yazıram gateway-ə, get və mötərizat bağlayıram. Bayaq dediyim kimi bu şərti olacaq deyə.
Şərt olur bu. Şərt qoymaq üçün də bizə expression lazımdır. Lambda expression söhbət var idi axı. Sonra bu yenə funksiyamız, yenə bir t. Sonra bull söhbəti də şeyə görədir ki, nə idi onun adı? Hmm, bull da yəni o false və ya true olmağı, yəni də expression vəsə. Belə. Sonra nə yazırıq? Şey yazdıq, get və id-ni yazdıq, get-və yazdıq, get-olu yazdıq. Bizdə qaldı add async, delete. Add async, daha doğrusu delete, save async. Bunları yazaq. Task yenə add async, təzə to entity. Entity'mizi add eləsin SQL-ə. Update yazmayacağıq. Dediyim kimi və void yazaq bu delete-ə, çünki geriyə heç nə qaytarmasın. Delete to entity. Aha. Bir də nə yazaq? Save async yazaq. Bu da olsun. Bu int olsun bu. Bu t'dən gəlməsin. Save async eləyək bunu. Save async. Save async. Bir də şey eləyək də. Is exist async eləyək. Yoxsa eləməyək onu. Şey, yəni ki, SQL-də var yoxsa yox. Exist olmağı. Yoxlayaq onu, yoxsa qalsın belə. Bunlar qalsın məncə elə ki, çox dərinə getməyək. Bunlar qalsın. İndi yaxşı, bunları yazdı. Bundan sonra nə etməliyik? Gəlirik. IGN repository yaratdım. Gəlib bir dənə də o birisində hər klassımıza, hər entitimizə aid bir dənə repository yaradırıq indi. Bir dənə gələk yenə interface eləyək buradan. Adını qoyaq. Birinci product repository'dən başlayaq. Product product repository. Product repository. Aha, bunu da public eləyək. Bu şeydən miras alır. IGN repository'dən implement eləyir. Bu generic olduğuna görə klassımızın adı da yazır. Bura product. Bu da bir dənə bilirsin, hafifçə. Yeni keçərək şeyə yaradaq. Yəni yeni keçərək kateqori repository. I kateqori repository. Bir dəqiqə. I kateqori repository. Bunları hamısından ayrı-ayrı repository yaratmamızın səbəbi odur ki, məsələn, tutaq ki, belə deyim. Tutaq ki, məndə kateqoriyada bir dənə metod var. O metod şey ola bilər. Məsələn, ada görə axtarmaq ola bilər. Və yaxud nəsə bir metoddur da, bu metod sadəcə və sadəcə kateqoriyaya aid olacaq. Bizim solid prinsiplərindən biri idi ki, o solid prinsiplərindən biri idi ki. Məsələn, mən bir klassının belə bir nümunə gətirdim də, sizə tutaq ki, bizim it klassımız var, bir də nə ola bilər? Məsələn, su şüşəsi klassımız var. İki dənə klass var. İkisi də yaşamır, necə deyək, ikisi də var olan bir şeydir. Bu ikisi də var olmağı eləyir. Bu metodun biri olsun. İt amma yemək yeyə bilir, şüşə yemək yeyə bilmir. Amma buna görə biz xüsusi bir repository yaradırıq. Onun üçün ancaq kateqoriya eləyə biləcək metodlar. Məsələn, elə bir şey var ki, məsələn, tam get all metodu tutaq ki, bizə product lazımdır, kateqoriyada lazım deyil. Ancaq product lazımdırsa biz o metodu gəlib ancaq product repository içində yazırıq. Yine şəkildə gəlib bu generic repository miras alır. IGN repository. Sonra yenə buradan nə idi onun adı? Class'ın adını yazırıq. Kateqoriya yazırıq. Sonra o birislərə uyğun hamısı yaradaq. Ee, interface. Kateqori yaratdım. Product yaratdım. Contact yazaq. Contact repository. Public interface. IGN repository'dən yenə miras alır. Yok, bu da yazır adını şey. Contact. 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 Aha. Bir dənə slide qaldı. Slide də yazaq. Slide də yazaq. Hayda.
Slide. Aha. İndi bunu bildirdik. Bunlar bildirdik. Bunların indi klasslar da olmalı ki, bu repositorylərin gəlib şey olsun da, onlardan implement eləsin, metodların içini dolduraq. İndi bir dənə də olduğu gedib şeydə yaradırıq. Data access yerde yazırıq repository eee hətta cəm eləyək bunu. O repositories eləyək. Aha. Gəl içində klasslar yaradaq. Klasslarımız nə olacaq? Birinci elə bayaqdan generic repository yazırıq. Generic repository olacaq birinci klassımız. Generic repository. Generic repository. Aha. Public eləyək klassımızı. Gəlirik buradan. Yenə iGeneric repository implement eləyirik. Sonra bir dəqiqə bunu bir dənə implement eləyim. Bir dəqiqə. Bunun içində bildirməsə implement eləyəmirik də. Belə eləyək. Miras alandan sonra bayaqki kimi yenə eyni şəkildə generikdir deyə T yazırıq. T yenə eyni şəkildə yazırıq. Yazırıq ki, bura və ya bayaqki necə yazmışdıqsa və ya T qoşu.base entity sonra da new'luyuq. Vergül bayaq new'layaq. Bu niyə burada belə bir şey elədi ki? Generic repository T və ya niyə error oldu? Bir dəqiqə. Qoşu.base bir dəqiqə bunu indi alt enter elə. T. Ha, buna görə. Burada da olmalı da hemen şey yosardan biraz bu generikdir və yaxud da generik deyil. Bilir ya əslində prosta biz generik repository generik eləməliyik ki, biz o generik ancaq generikdən miras ala bilərdik. Bildik generik olmayan bir şey, generik olan bir şeyi implement eləyə bilməz axı. İndi gəlib burada şey bildirdik. API db context altdan atar context yazdıq. İndi gəldi əsas məsələ, add məsələsi, digər məsələlər falan. Bir dəqiqə gəlirəm də. Bir dənə səbirli olun gəlirəm. Aha, davam eləyək. Deməli nə edirdik? Repozitorinin içini doldururduq. Deməli birinci add metodundan başlayaq. Hətta belə bir şey eləyək. Baxın, gəlin bura belə bir şey yazın. Protected, protected, dbset, dbset, t. Klassımız adı t adlandıraq klassımız adı. Adını da qoyaq cədvəlimizin table belə bir şey eləyək. Bu da hamısı şeydən gələcək deyə, SQL-dən gələcək. Context nöqtə set t belə. İndi bizim nə olacaq bu? Generic repository burada nə işə yarayır? Bu məsələn mən burada nə etdim? Protected dbset t table bir də context set t. Mən t'ni bütün klasslara aid elədim. Bütün klasslara yaratdım. Product'a, contact'a, slide'a hər şeyə aid elədim. Adı da adlandırdım table. Mən gəlib burada məsələn, burada gəlib hər hansı bir şeyi əd eləmək istəyəndə, yəni bunu async eləyək. Hər hansı bir şeyi əd eləmək istəyəndə gəlib sadəcə yazacağam ki, await sonra table nöqtə add async entity-ni SQL-ə əd elə. Belə bir şey eləyəcəm, vəsə. Sonra gəlib burada nə deyirəm? Delete'dir. Void'u geri heç nə qaytarmır. Yenə eyni şəkildə yazıram table nöqtə remove mertəzə açıb entity. İşte bu qədər. Table'dakı şey entity'ni sil. Bu qədər. Hansı table'sı o? Sonra getala baxaq. Getol nədir? Getol bütün hər şeyi gətirsin deməkdir. Məsələn, mən productda nəyim var idi mənim? Adım, nə bilim, açıqlamada hər şeyi gətirəcək getol.
Gəlin bunu silim, belə yazaq. Bu daha qəşəng görsənir. Belə bir şey eləyək. Belə bir şey eləyək. Yazaq ki, table nöqtə as query variable. Aha, hər şeyi gətirsin deyirəm. O SQL-ün nəyin varsa gətir. Sonra get by ID async var. Bu da şeydi deyə, async-dir deyə bunu async eləyim. Async eləyək. Get by ID async. Yenə bunu da eyni şəkildə yazacağam. Bu oxla yazacağam. Daha rahat görsün, qəşəng görsənir. Bu da yazılı şeylərdən biridir. Hətta bəzi seniorlar belə yazırlar. Kod oxunaqlığı artır deyə, həm də biraz qəşəng görsənir deyə. Yenə yazaq. Await, await table nöqtə find async mötərizə içində də ID. Şu, bu qədər. Bu qədər sadə. Await table ID, int ID-də həmən ID-dir. Bunu bir dənə belə bir şey eləyək. Üçün alıb gəlməsin. İndi burada da gəlim IGN repository içində də edeyim onu. Oradaydı bu. Oradaydı. IGN repository. Bunu da gəlin burada get by ID async-ə bir dənə sol işarəsi qoyaq ki, ID null gəlməsin. Null ola bilər əslində. ID null gəlməsin. Yox, əslində null ola bilər deməkdir. Bunu yazdıq. Sonra nə var? Get və bu niyə belə eləyib? System link. Bu belə olmalı deyil axı. Bu niyə belə verib ki? Mən burada belə yazmışam. Yoxsa yox. Bunu belə verməli deyil axı. Nəysə bunu silək. Bu bizə lazım deyil. Bu bizə lazım deyil. Bu expression-u niyə tanımır o maraqlıdır. 100 gələ bunu. Hə. O 100 elədiyi şeyi gətirib burada yazıb ona görə problem çıxırdı. Nəysə bu da eyni şəkildə yazaq. Oxla qoyaq. Oxla qoyaq. Yazaq ki table nöqtə və ya expressions bir dənə də belə bir şey eləyək. As query belə. Getsin SQL-ə yoxlasın hər şeyi. Bir də qaldı save async. Save async-də yenə də eyni şəkildə yazıram. Bunu async eləyək. Async. Bir dəqiqə. Public async. Async eləyək. Yenə burada həmin ox işarəsini qoyaq. Yazaq ki, şey, table, yox, table yox burada. Bir dəqiqə. Altdan xətt context, save change. Burada async eləyək. Bir dəqiqə bunu await yazın. Await, altdan xətt context, save change, async. Всё, bu qədər. Bizim genel repozitorimiz hazır. Biz UJ bütün klasslarımızı bu metodlarla işlədirik. Bu metodlar ancaq SQL gedəcək. SQL-ə bu metodlar gedəcək ancaq. Bunu elədik. İndən sonra nə gəlir? İndən sonra o gəlir ki, yaxşı, bəs o birisi klasslar bu necə işləyəcək? O birisi klasslara bayaq hərəsinə asobu biz generic repository yaratdıq. Generic repository deyənə yazdım mən iCategory repository. Deməli nə olmalıdır? Deməli bu olmalıdır ki, biz gəlib burada bu yaratdığımız iCategory repository'də kateqori repository'də bir dənə klass yaratmalıyıq. O gedib şeydən implement eləməlidir. iCategory repository'ni implement eləməli. Yaradıram bir dənə klass. Adını qoyaq elə kateqori repository'dən başlayaq. Kateqori repository. Aha. Kateqori repository public eləyək bunu public. Bu. Birinci gəlsin. Generic repository'dən miras alsın bizim klassımızdan. Generic repository'dən. Bu generic olduğuna görə klassımızın adını yazaq. Kateqori klassı. Kateqori klası. Sonra bu da şeydən miras alsın. Kateqori repository. Bundan miras alsın. Bunun bir dənə using eləsin. Repository. Alt enter. Daha. Bundan miras alsın. Sonra da heç nə. Gəlin burada belə eləyim. Ha, belə səhv eləmişəm. Mən bura vergül qoymalıyam. Burada üstünə belə alt enter eləyirsiniz. Buna basırsınız. Öz avtomatik gətirir verir. Всё. Kateqori hazır, klası, generik də hazır. İndi o birisləri yaradaq eyni şəkildə. Product-ı keçək yazaq.
Product repository. Product eee, repository. Product repository. Bu public eləyək. Gəlsin bu eyni şəkildə generic repository'dən miras alsın. Yazaq product vergül qoyaq. Product repository'də implement eləsin. Product repository implement eləsin. Yəni alt enter gəlib bura bir dənə alt enter vururuq. Alt enter. Generic constructor iProcessor repository adını kontekstində. Base bir dənə konstruktor yaradırıq. Sonra görə o birisilər də hamısı belə tək-tək yaradırıq. Product'ı yaratdıq, kateqoriya yaratdıq, qaldı contact slide. Yazaq bir dənə contact repository. Contact repository. Bunu eləyək public. Bu da generic repository'dən yenə eyni şəkildə miras alsın. Generic olduğuna görə klassımız adı da bildiririk. Contact. Contact. Sonra yenə bundan implement eləsin iContact repository'dən. iContact repository'dən implement eləsin. Yenə bunun base'li konstruktoru yaradaq. Bir dənə qaldı slide qaldı. Bunu da yaradaq eyni şəkildə klassımızı. Slide repository public plus slide repository. Yenə bu generic olsun. Generic repository gəlsin bu yenə yazaq slide. Klassımızı bildirək. Vergül qoyaq I slide repository implement eləsin və basic konstruktorumuzu açaq. Bu qədər. Buraya bizim bütün klasslarımız yazdığımız o metodların hamısını istifadə edir. Bunu elədik. Bunu elədik. Sırada qaldı nə? Gəlin belə bir şey eləyək. Birinci bu yazdığımız şeylər, birinci SQL-ə vuraq hələ ki. Yazaq ki, bura bir dənə add migration. Add migration. Name'də qoyaq ki, olsun məsələn, first olsun. First olsun. Migration əlavə eləsin. Ayda olmayacaq, error verəcək. Yadımdan çıxdı eləmə. Error bir dənə çıxsaydı işimizi görərdik. Çıxdı error. Error niyə çıxdı? Çünki data access deyir. Bu SQL ilə bağlı hər şey data access deyirdi deyə. SQL ilə bağlı hər şeydə data access layer eləməliyik. Buna görə error çıxdı. Yenə bu eyni şeyi yazaq bura. First yazaq. First. Aha. Yenə də update database eləyək. Database. Baxın. Migration'da hər şey hazır. Update database də bitsin. Aha. Bizim hər şeyimiz hazır. Amma indi bir dənə burada bir əmma var. Bu əmma nədir? Biz bu yazdığımız bütün repozitoriləri işlətmək istəyiriksə, bunların hamısı registrasiya eləməliyik. Registrasiya edəndə o ağlımıza bir dənə şey gəlir ki, tanıtmaq. Məsələn, mən gedib xaricdən bir dənə telefon alsam, ölkə gələndə bu mən registrasiya eləməliyəm ki, bu məni tanısın. İndi biz bu necə registrasiya eləyirik? Gəlirik bura bir dənə add eləyək, klass yaradaq. Adını qoyaq service registration. Service registration. Registrasiya eləmək üçün bir klass yaradırıq. Bunu eləyirik static class. Static class eləməyimizin səbəbi isə promo gedib proqram CS-də bildirə bilək. Obyekt yazmamış metodunu da bildirə bilək. Static classın içində də static metod olmalıdır. Yazırıq public static iService collection iService collection bütün servislərin yığsın. Sonra yazaq ki, bu metodumuz adı nə olsun? Metodumuz adı olsun add repository.
Add repositories. Belə eləyək. Add repositories. Sonra da özü verdi onsuz da avtomatik. This iService collection service. Onsuz da statik metodla this-nə yazırıq. Return service eləyək. İndi nə etməliyik? Bunların hamısı bir-bir adlandırmalıyıq. Necə adlandırırıq? Yazırıq. Service nöqtə add scope et. Açırıq burada generik söhbətidir yenə də. Generik söhbət deyəndə baxın burada yazıb ki, iService collection add scope et. Generikdir bu extension'ı. Sonra deyir ki, birinci şey yaz bizə. Servisi yaz. Hansı servisi? Məsələn, mən iCategory repository yazıyorum. Onu yaz. Bir də şey yaz. Klası yaz. Birinci interfeysi yaz, sonra da klası yaz. Gələk burada birinci interfeysi yazaq. Məsələn, nə var idi bizdə interfeyslərdən? iCategory e, kategory kategory repository var bizdə. Bir də mötərizə qoyaq yazaq kategory repository. Klasın adını. Aha. Sonra mötərizə açıb bağladıq. Yenə eyni şəkildə servis. Add scope et. Yenə eyni şəkildə yazaq bura. Məsələn, iProduct repository. Product repository. Servis. Nöqtə add scope et. iContact repository. Contact. Klası da el verdi. Bir dənə qaldı. Slide qaldı. Servis. Nöqtə add scope et. I slide repository. Bir də slide repository. Aha, hamısını verdik. İndi gəldi nə teması qaldı? Gəlib bunu proqram CSS bildirmək məsələsi qalıb. Proqram CSS gəlirik. Proqram CSS gəlirik. Bura yazıram ki, bura yazıram. Bir dəqiqə bu. Bunun altına yazıram elə. Builder service nöqtə add repository. Tam yazaq görsən. Repositories. Adını nə qoymuşdum ki mən bunu? Gələk bura. Bu niyə tanımdır? Bir dəqiqə. Bu üstünə yazaq bunu. Gələk bura. Burada yazalım. Builder nöqtə service nöqtə add repo gəldi. Add repository ortada açıb bağlayırıq. Güzel. Uca bizim bütün repositorylərimiz tanındı, registrasiya olundu. Все. Bu qədər SQL-də bağlantı qurduq, entitylərimizi qurduq, repositorylərimizi qurduq. Servis registrasiya elədik, repositoryləri registrasiya elədik. Bundan sonraki mərhələlər nə qalır? Bundan sonraki mərhələlər odur ki, gəlib buca Business Logic-də işləyəcəyik. Business Logic-də nə edəcəyik? Business Logic-də bir dəqiqə açım. Keçən dəfə elə belə bir dənə iProduct Service falan yaratmışdıq. iProduct Service falan yaratmışdıq. Burada iProduct Service-i yenə eyni şəkildə product-ın istifadə eləyəcəyi metod da yazırıq. Sonra Product Service-də gəlib bunu implement eləyirəm. Burada uca açanda normalda biz hər şey yazanda nə edirdik? Bura yazırdıq, hə. API, nə bilim DB context. Onu yazmırıq uca. Məsələn, mən servisimin adı nə idi? Servis yox, daha doğrusu repositoryumu yazıram. Bura I product, məsələn, repository, altdan xətt repo. Uca repodan gələn şeyləri istifadə edəcəyik. Bugünlük bu qədər bəsdir məncə. Yoxsa davam eləyək? Nə fikirləşirsiniz? Motivasyon. Necə? Necə məsləhət? Davam eləyə bilərik. Yəni, prosta çox şey öyrənəsiniz. Bu günə bu qədər şeyi biraz şey eləmək. 3-4 dəqiqəlikdə video var onsuz da. Neyniyək? Necə məsləhət? Necə məsləhət deyirsiniz prosta? Hmm, Hələ ki qalsın bu məncə. Qalsın hələ ki. Gələn dəfələrdə baxarıq bunlara. Hələ ki bu qalsın. Onsuz da bu gün belə eləyək də, bölə-bölə hissə-hissə gedək. Bu gün elə bil ki SQL strukturunu qurduq, klasslarımızı yaratdıq, SQL-ə göndərdik table'larımızı, yaratdığımız table'ları migration elədik.
İki tərəfdə də repositorilər qurduq. Generik olaraq qurduq repositorilər. Servis repositoriylə proqram CS tanısın deyə gəldik burada registrasiya elədik. Sonra gedib proqram CS bildirdik. Gələn dəfə də mapper keçəcəyik. Mapperlamaq nədir? Mapləmək nədir? Onu öyrənəcəyik. Mapləmə öyrənəndən sonra belə deyim, mapləmə öyrənməmiş biz servis yaza bilmirik də. Mapper öyrənəcəyik. Automapper deyə bir şey var. Automapper nədiyindən belə bir yüngül var izah eləyim. Məsələn keçən dəfə biz şey yazanda, CRUD yazanda gedib şey bildiririk, klasın adını bildiririk. Sonra view modeldəki gətirib hər şeyi bir-birinə bərabər eləyirdik. Burada buraya elə şey ehtiyac yoxdur. Gəlib burada detaillarımızı yaradacağıq. Detail da view modeldir. Onları yaradacağıq. Sonra da mapper'da onlar ikisini bir-birinə uyğunlaşdırıb gətirib servis içində rahat şəkildə yazacağıq. Belə bir şey olacaq. Məncə bu günlük bu qədər bəsdir. Nəsə sualınız var isə repositorilər barədə və yaxud da servis registrasiya barədə nəsə sualınız varsa deyin, izah edeyim. Mənim də sualım olacaq. Buyurun. Product repository ilə product servisin fərqi nədir? Aha, deyim. Baxın, bayaq izah elədiyim kimi, baxın, bir dənə buradan götürək elə. Product repository ilə product servisin fərqi nədir? Baxın, ümumiyyətlə mən CRUD yazmaq üçün mütləq SQL-ə müraciət etməliyəm. Necə müraciət etməliyəm? CRUD nədir? Məsələn, create var, update var, delete var, get var. Baxın, belə bir şey götürək. Tutaq ki, mən getdim bir dənə controller'ın içində create metodunu yazdım və yaxud da get metodunu yazdım. Bunlar hamısı gedib SQL-ə müraciət etməli deyil. SQL-ə müraciət etməli deyil. Repository bizə nə edir? Mən elə bil ki, SQL-ə müraciət söhbətini product repository içində eləyirəm. Product servis nə edir? Product servis həmin o CRUD-ı yazmaq üçün SQL-ə müraciət eləmir. Gəlir repositoryaya müraciət eləyir. Buna görə bu arxitekturadır. Belə bir şey olur da. Bir dənə bu Paint-i açım, izah eləyim. Paint-i açım, burada göstərim tam. Elə bil ki, 3 dənə bir layer var, controller var, servis var, bir də repository var. İndi burada izah elədim, tam başa düşəsiz. Bunu götürək, bir dənə belə bir şey götürək. Bu bizim controllerımız olsun. Bu bizim servisimiz olsun. Bu da bizim repositoryimiz olsun. Burada nəsə ox zad var belə. Hə, bu var. Baxın, bu controller gəlir servisə müraciət eləyir. Servis gəlir repositoryaya müraciət eləyir. Bu da bizim SQL-imiz olsun. SQL də repository də gəlir. SQL-ə müraciət eləyir. Yox, bu olmadı. Bu da gəlir, buradan SQL-ə müraciət eləyir. Yəni, baxın, bu nə oldu? Kontrollerlərim mənim hamısı API layerində saxlanır. Əsas proyektində olacaq. Bu kontrollerdir bu. Bu servisdir, business logic da olacaq. Bu da repositorydir. Repositorylərdə data access layer də olur. Yəni, mən bayaq izah etdiyim kimi SQL-ə müraciəti ancaq data access layer eləyə bilərəm. Mən gəlib, əgər həqiqətən mən NTR arxitektura qururamsa və bunun qanunlarına dəqiqliklə riayət eləyirəmsə, gəlib mən business logicdən SQL-ə müraciət edə bilmərəm. Bu səhv bir şeydir. Və yaxud da buradan controllerdan gəlib SQL-ə müraciət edə bilmərəm. Yəni bu o deməkdir ki, mən gəlib burada, hani bu product service, product service, burada, daha doğrusu bura, burada gəlib, belə bir şey yazsam əgər, API hello DB context, altdan xətt, context. Belə bir şey yazsam, mən arxitekturam pozulur. Bu promoy. Bu şey deyil, business logic hissəsi deyil bu. Bığlı. Bura business logic deyil. Mən ora gəlib o kontekst qovluğunu avtomatik orada bildirəndə, bu gəlib repositoriya baxmamış, bura gəlməmiş, gəlir SQL-ə. Bizim də arxitekturamız pozulur. Elə bilin ki, bir iyerarxik bir sistemdir. Bu iyerarxik sistemdə də ən axırıncı variant bizim bu həmən gördüyümüz Swagger var idi. Orada Swagger'da olan metodlardır. Swagger'da olan metodlar gəlir bura müraciət eləyir servislərə. Servisin içindəki CRUD metodları işləyir, amma işləməsi üçün mütləq bu SQL-ə müraciət etməlidir. Gəlir repositoriya müraciət eləyir. Repositoriya gəlir promoya SQL-ə müraciət eləyir və bizim arxitekturamız işləyir. Amma mən dediyim kimi gəlib burada belə bir şey yazsam, mənim arxitekturam pozulur. Repositoriya onda yazmağım heç mənasız bir şeydir. Mən bura gəlib burada SQL
SQL ilə bağlı hər hansı bir şey yazıramsa servisdə, repositor yazmaya ehtiyac yoxdur. Repositor bizə bunu təklif eləyir ki, sən yazdığın servislərdə SQL-ə müraciət eləmə. Belə bir şeydir. Başa düşdünüz yoxsa izah eləyim yenə? Aydındır. Çox sağ olun. Sizin nəsə sualınız var? Şey, İstəyirəm ki, suallar var isə videoya düşsün, aydın olsun hər şey. Heç sonda saxlayıram bunu. Heç nə. Məncə bu qədər bəs.